Xəbər verdiyimiz kimi xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. Publikanın məlumatına görə Polad Bülbüloğlu'nun həyat yoldaşı Azərbaycanın əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. 1978-ci ildə anadan olan Eteri Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreografiya Akademiyasının milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir. Uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur. Eteri Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılığı əməkdaşlığı da uzun illərə söykənir. Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev sarayında Polad Bülbüloğlu'nun 80 illiyinə həsr olunmuş Qayıdış adlı yubiley gecəsinin baş balet meysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. Eteri Cəfərova Polad Bülbüloğlu'nun ifa etdiyi xalq mahnılarının xoreografik təqdimatlarında solist kimi yer alıb. Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.